Avtof dönərdən başqa yalandır. Qışqırdıram. Avtoşlar acıb, təcili yemək yemək lazımdır. İcazə versiniz yemək. Bakının mərkəzində Avtoş dönərxanası var. Şəhərin bütün avtoşlarını burada tapa bilərsiniz. Avtoş dönəri. Adı var. Sən üzvü avtoş sayırsan? Belə də pis deyil. Avtoş dönərin adım burada valla yəni özləri uşaqlar özləri verir, klientlər özləri verir, avtoşlar verir. Gecə vaxtı dönər harda var? Bir dənə burada var da şəhərimizdə. Yeri var da axşam gələrsən gecə vaxtı şəhərdə. Amma burada olur bütün avtoşlar. Tanışsın, söhbət. 2000-ci ildən. 10 ildir işləyirsiniz. Bəli, demək olar yubileydir. Hər axşam buradayıq. Gəlirik burada. Hardan gəlmisiniz? Binədən. Ta Bakının o başından. Aysa aeroportun yanında. 304 nəfər gəldi. Gecədən səhərə kimi. Gecədən səhərə. Səhər neçədə bağlayırsınız? 7-yə qədər. Altın yarısı. Səhər 6-nın yarısı açıq olur bura. 6-nın yarısı adam dönər yeyər. Acandan eyniyək, nəsə yemək. Evdə yoxdur nəsə yeməyə. Ya gecə vaxtı səs küs almır. Cavan uşaqlar. Cavanları başa düşdük. Bəs bu az yaşlı gecənin bu vaxtı neynir burada? Kimdən gəlmisən bura? Tək, Ha gecənin bu vaxtı? Harda yaşayırsan? Laçatla. Oradan bura dönər yeməyə gəlmisən. Avtoş dönərinə maraq ancaq bu qədər olarmış. Necə deyərlər, bu dönərxananı açıq saxlayan bura gələnlərin çoxluğudur. Dönərçilər də 10 illik yubileylərində bunu unutmayacaqlar. Ola bilsin ki, bir gün nəsə ya bir klientlərə sürpriz kimi nəsə verilə bilər. Kim al veriləsə hamısına sürpriz nəsə verilsin. Ya həmin gün dönər pulsuz ola bilər. Avtoşlar üçün pulsuz dönər sürpriz ola bilər. Amma bizim üçün əsl sürpriz bura gələn qeyri-adi maşınlardır. Özlərinin dili ilə desək, Bakı gecələrinin bəzəyi olan maşınlar. Maşını filmdə gördüyü hansısa detallarla bəzəyib və buna görə də o öyünür. Amma hərçənd ki biz bilmirik, burada öyünməli bir şey var yoxsa yox. Hələ filmdə olmağına görə hələ bir dənə. Buna görə öyünürsünüz. Hə, Şu alanda bu taksini istifadə edirsiniz. İstifadə ümumiyyətlə də, yəni sərnişin minir. mini. Çünki kənd yerində insanlar biraz daha çox konservativdir. Uşaqlardı götürüb gəlmişəm. Cavan uşağı mindirərsən, yaşlı nənə, baba minib bu maşına. Minib. Əl saxlayır belə görəndə. Minib. Bu maşın isə az qala kirpiyə oxşuyur. Sürücüsü onu antenalarla bəzəyib. FSB-nin antenalarıdır, KKB-nin Moskvada KKB-nin antenaları. Burada nə ehtiyac var onda? Sadəcə gözəllik. Belə gözəllik, sadəcə gözəllik. Sürtür arasa keçəndə. Yox, heç ara sürtmür.